Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Sizə Pirşağıda bir dənə jackpot ev tapmışam. Gəlirəm. İndi deyərsiniz, nə jackpot? Mən sizə deyim də. Bir dənə evi çək görsəniz zəhmət olmaz. Qardaş, 3 mərtəbə də, 2 mərtəbə də deyil. 360 kvadrat metr, özdə nə qədər? 16 sotun içində Pirşağıda. Bir dənə evə bax, gör nə boyda evdir. Qiymətini desəm, vahşi şoka düşər, hörmətli izləyicilər. Deyərsiniz ki, ola bilməz. Ki, bu boyda ev, bu qiymətə. 2, 4 dənə balkonumuz var. Evdəki da, yəni, göz qabağında da. Deməli belə, qazı, suyu, işığı, hamısı var. Yəni, su xətti də var, quyusu da var. Və həyəti budur. Yəni, tam eti, bisetkası yoxdur. Bax, bu vəziyyətdə satılır. Hovuzumuz var. Haradasa hesabladıq bayaqlar. Bir 2500-3000'ə yaxın xərci var. Bütün avadanlıqları, bütün o içinin avadanlıqları, motoru zadı, hamısı alınıb da evin içindədir. Qalır bir dənə vurma. Usta pulu qalıb da, belə deyək. Bir dənə çək görsət. Ölçüləri 4'ün 7'yə, hörmətli izləyicilər. 4'ün 7'yə. Mozaikası zadı, hamısı alınıbdır. Bütün nə ilə vurulur, hamısı öz qaydasındadır. Bu tərəfini çəkdiyini görsətdim, bax. Bu qapı, yəni razvijnoy qapıdır, gedib gələn qapıdır. Əla bir yerdə, həyət evdəki qəşəng tikilib də, yəni ürək açandır. Həyət, bir dənə qalır ki, buranın həyətini siz bəziyəsiz. Yaxşı, qiymətini deyirəm da, deyərsiniz ki, qiyməti, yaxşı, qiymətini aşağıdan, sol tərəfdən yazacağım. Bax, ora baxın, TikTokda baxırsınız, ya YouTube'da baxırsınızsa, aşağıdan qeyd eləyəcəm. Yəni, inanılmaz qiymət. Sənədi kupsadır, çıxarışdır. Torpağın da, evin də çıxarışı var. İpotekaya yararlıdır. Bir dənə evimizin arxasını çəkək görsədə, ərazi tam yaşayış, hamısı villalardır burada. Özünüz də yağın ki, videoda görürsünüz. Həyətin işıqlandırması var idi. 3 fazası var idi. 3 faza. Bax. Bura qonşudur, şam ağaçları. Evin arxasını çəkək görsədək. Ağaçlar da var. Yayda bura cənnət olur. Yəni, balkonlarını çək görsəniz. Monolitli evdir ya, möhkəm evdir. İllər öncə tikilib, ev tam oturuşmuş evdir. Yəni, şəxsi özü üçün tikilmə evdir. Bu tikilmək məqsədi, satmaq məqsədi ilə olan evlərdən deyil. Gəl. İndi soruşarsınız ki, evi çəksən çək, hə. Bilirəm də videoda soruşarsınız ki, o qapı nədir? O qapı da, deməli, ev sahibinin qohumu yaşayır burada. Ona görə də qapı qoyublar ki, bir-birinə gedib gəlməyə də qonaqsın. Amma siz istəmirsiniz buranı, təbii ki, hörəcisiniz. O sizin öz şəxsi işinizdir. Neyini, otaqlara baxaq. Deməli, 6 dənə yataq otağı. Ümumilikdə 12 otaqlıdır. Gəl. Birinci mərtəbə tam təmirlidir də, 1-də, 2-də, 3-də, hamısı. Biz qalxacağıq, bax, 2-ci mərtəbədən, sonra da düşəcəyik 1-ci mərtəbəyə və mən sizə çəkib göstərəcəm. Gəl. Kim alsa Allah xeyir versin. Qiymətini aşağıdan yazacağım. Qalx. Gəl, gəl qardaş, gəl. Gəl evimizi çəkək, evlə tanış olaq. 360 kvadrat metr. Gəl. Kim alsa Allah xeyir versin. Gəl. Keç. Deməli belə. Gəl başlayaq birinci, bax bu otağımızdan. Birinci girdik buradan, bu otağa baxaq. Bura uşaq yataq otağıdır. Ən balaca otaq budur. Evimiz 3 mərtəbədir, birinci mərtəbəyə düşəcəyik. Bura ilə qutardıq. Hamam tuvaletinə baxaq. Şəxsi ev istəyənlər, şəxsi tikili. Bu ayaq yolsudur, bu hamam otağıdır. Hamam otağı da böyüdür ya, üstü poldur. Bu böyüdür. Jacuzzi zadı hər şeyi var idi. Qiymət münasib. Aşağıda qiymətini qeyd eləyəcəm. Bir dənə baxaq qonaq otağına.
Biz ikinci mərtəbədəyik. Bax bu qonaq otağımızdır. Bax internet xətti də var idi, görürsüz. Mətbəxinə baxaq. Gəl. Evdə nə görürsüz, hamısı qalacaqdır. Yəni soyuducu, paltar yuyan, hamısı bax, kuxnas mətbəxi, gözəl mətbəxi var. Balkonlara çıxış var. Həm evin arxasından, həm də qabaq hissədən teras. Görürsüz də. Neyniyək? Qalxaq 3-cü mərtəbəyə, oradan da düşərik ya da 1-ci mərtəbəyə. Saxla. Gəl. Gəl bir dənə 3-cü mərtəbəyə baxaq. Deməli, 3-cü mərtəbədə də 5 dənə yataq otağı. 6 yataq o, 5-i buradadır bu mərtəbə, 3-cü mərtəbədədir. Bax bu 1-ci yataq otaqdır. Balkonlara çıxış, buradan da, oradan da. Gördünüz? Səliqəlidir. Sonra bu 2-ci yataq otağıdır. Ölçüləri yaxşıdır, bu boyda mebellər yığışıb, nə boyda da boş yer var, görürsünüz. Döşəməsi taxta poldur. Bu 3-cü otaqdır. 3-cü otaq. 4-5 hamam tualet bu mərtəbədə də var. Bu da həmən ölçüdə böyük hamamı. Bu ayaq yolusu. Bu 4-cü yataq otağı. Bu da 5-ci yataq otağı. İndi də düşək 1-ci mərtəbəyə. 1-ci mərtəbəni görsəniz, tam təmirlidir. Getdik. Gəlin indi 1-ci mərtəbəyə baxaq. Deməli, biz baxdıq 2-ci mərtəbə, 3-cü mərtəbə, 1-ci mərtəbə. Baxın, yeri metlaq, isti poldur. Bax, bu 1-ci mərtəbədən girdiniz içəri. Bax, burada həmən baseynin mozaikası. Görürsünüz, bax, hamısı buradadır. Bax, hamısı buradadır. Bura 1-ci mərtəbənin mətbəxi, kuxnyası. Kuxna mebeli var, paltar yuyan, xaladelnik. Buranı yayda alsız. Haradasa bir 4000 manata rahat kiraya vermək olar yayda, bir ayını. Bura topikdir, yəni kombisi olan yer. Baxın, görürsünüz, hamısı qaydasındadır. 2 dənə kombisi, biri hamam üçün, su üçündür, biri də evin radiatorlarına ötürür. Gəl. Bax, bura uşaq otağıdır, görürsünüz. Uşaq üçün hər şərait burada yaradılıbdır. Gördünüz. Baxdınız da. 12 otaq ümumilikdə. Bu otağa baxaq və bu otağa baxaq. Yəni ev sahibi buradan istifadə eləmirlər də yəni. Amma evlər tərtəmiz də. Nəmişdiysə heç nə yoxdur. Və sonuncu otağa baxaq. Bu da sonuncu otaqdır. İndi də çıxaq həyətə, oradan təqdimatı bitirək. Hörmətli izləyicilər, təqdimat bitdi. Gördünüz, dayanmadan zəng eləyir, qiymət münasibdir. Yəni 260 min manatdan çıxartdıq satışa. Bu ev Mərdəkanda olsaydı, valla bu evin 450 min qiyməti olardı bu boyda torpaqla. Zəngimizi gözləyirəm. Zəng eləyin, qaçırmayın bu şansı, tez gəlin. Sağ olun.